Paşinyandan Köçeryana, yüzlərlə erməni əskər. Paşinyan baş nazir postuna namizəd seçildi. Netanyahu orduya əmr etdi. Daha böyük ərazi. Xameneyi yoxa çıxdı. Trump. Ərəb ölkələri Ukraynadan yardım istəyir. Dünya nüvə savaşına sürüklənir. Bloomberg. Putin Avropa və Asiyanı həmişəlik itirdi. Farlin. Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olan bəzi siyasətçiləri tənqid edib. O bildirib ki, Robert Köçəryan, Samuel Karapetyan və Gagik Tsarukyan keçmişdə sülhün olduğunu iddia edərək cəmiyyəti aldatmağa çalışırlar. Paşinyanın sözlərinə görə bu doğru deyil. O qeyd edib ki, 1994-2020-ci illərdə Azərbaycanla toqquşmalar zamanı hər il yüzlərlə erməni əskər həlak olub və onların sülh anlayışı məhz bu olub. Baş nazir vurğulayıb ki, hazırki sülh anlayışı fərqlidir. Bizim üçün sülh ölən və yaralananların olmamasıdır və son illərdə buna nail olunub. Nikol Paşinyan Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Axar TV Qlobal İnfoaza istinadla xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib. Vətəndaş Müqaviləsi Partiyasının seçki siyasətına rəhbərlik etmək və Ermənistanın baş naziri vəzifəsinə namizəd olmaq şərəfinə nail olmaq üçün mənə bir daha etimad göstərdiklərinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm, deyə Paşinyan bildirib. Onun sözlərinə görə Vətəndaş Müqaviləsi Partiyasının daxili seçkiləri gizli səs verməklə 2 mərhələdən ibarət olub və komissiyanın sədri Akop Arşakyan tərəfindən təşkil edilib. Mən mövcud təhlükəsizlik bufer zonasını daha da genişləndirmək əmrini verdim. Biz şimaldakı vəziyyəti kökündən dəyişdirməkdə qərarlıyıq. Axar TV xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, bu qərar İsrailin şimal sərhədi boyunca davam edən gərginlik fonunda ölkənin təhlükəsizliyini gücləndirmək məqsəd daşıyır. Qeyd edək ki, martın 29-da İsrail ordusunun Livanın dərinliklərinə doğru irəlilədiyi haqda məlumat yayılmışdı. Müştəbə Xameneyi ya ölüb, ya da ağır vəziyyətdədir. Axar TV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Financial Times-a açıqlamasında deyib. Biz onun haqqında heç bir məlumat almamışıq. O yoxa çıxıb. Trump əlavə edib. Qeyd edək ki, 28 fevralda Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı İranın dini lideri Əli Xameneyi başda olmaqla bir çox vəzifəli şəxs öldürülüb. Əli Xameneyinin ölümünün ardından oğlu Müştəbə Xameneyi martın 8-i İranın yeni dini lideri seçilib. Nisbətən sakit gecə ərzində Ukrayna ən azı 100 ədəd şahidin hücumunu dəf edir. Lakin çox vaxt bu rəqəm 2 və ya 4 dəfə artıq olur. Paralel olaraq Moskva qanadlı və ballistik raketlər buraxır. Son 4 ildə bu Kiyevin üzləşdiyi unikal problem olub. Axar TV xəbər verir ki, bu barədə Telegraf məlumat yayıb. Qeyd olunub ki, indi vəziyyət dəyişib. Artıq Yaxın Şərqin 10-a yaxın ölkəsi İran şahidlərinin hücumu altındadır. Ukrayna bunu bir fürsət olaraq görüb region ölkələrinə, eləcə də Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'a bu dronlarla mübarizədə yardım təklif edib. Bu ölkələrin hava hücumundan müdafiə sistemləri şahidlərlə döyüşməyə hazır deyildi. Bu PUA-lar qismən klassik qanadlı raketlərə bənzəyir, lakin əsas fərq onların qiymətidir. 30-50 min dollar. Müharibənin ilk günlərində Körfəz dövlətləri bu PUA-ları Patriot raketləri ilə vururdu ki, bu da şahidlərdən 20 dəfə bahadır. Ukraynanın da bunu dəf etmə imkanı yoxdur. Bunun əvəzinə Ukrayna şahidləri vurmaq üçün özünün bir sıra həll sistemini inkişaf etdirdi. Ən böyük yenilik isə bahalı dron ələ keçirən raketlərin ucuz dronlarla əvəzlənməsi idi. Fars körfəzinin əksər ölkəsi İranın dronlarına qarşı mübarizə aparmaq üçün Ukrayna sistemlərini almaqda maraqlıdır. Bu dronları istehsal edən şirkətlərdən birinin nümayəndəsi bəyan edib ki, Kiyev və Fars körfəzi ölkələri arasında müqavilələr bağlanarsa, onlar Yaxın Şərqə 5-10 min dron göndərməyə hazırdır. Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı hərbi əməliyyatı dünyanın nüvə silahı yarışının yeni mərhələsinə sövq edə bilər. Axar TV xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə Şimali Atlantikadan Qərbi Sakit Okeana qədər olan ölkələrin hökumətləri öz nüvə arsenalına sahib olmaq zərurəti barədə daha açıq danışmağa başlayıb. Bundan əlavə, əvvəllər Amerika Birləşmiş Ştatlarının nüvə çətiri ilə rahat davranan bəzi ölkələr, xüsusən də Polşa və Almaniya, Fransanın nüvə çətirini Avropa qitəsinə qədər genişləndirmək niyyətini alqışlamağa başlayıb. Tarixdə dinc əhaliyə qarşı nüvə silahından istifadə edən yeganə ölkə olan Amerika Birləşmiş Ştatları hazırda nüvə sınaqlarını bərpa etmə imkanlarını araşdırır. Agentliyə danışan MAGATE-nin rəhbəri Rafael Grossi bildirib ki, bu cür kütləvi qırğın silahlarına sahib olma ehtimalı hətta onlara heç vaxt sahib olmayacağına söz vermiş ölkələrdə də açıq şəkildə müzakirə olunur. Daha çox ölkədə daha çox nüvə silahı dünyanı daha təhlükəsiz yerə çevirməyəcək. Rusiya iqtisadiyyatı müharibə nəticəsində deformasiyaya uğrayır, inflyasiya və faiz dərəcələri yüksəlir. Texnologiya sektoru çöküb. Bununla belə Rusiya, Çin, İran, Şimali Koreya və Hindistanın asılılığını artırsa da ayaqda qalmağı bacarır. Axar TV xəbər verir ki, bunu Amerikalı mütəxəssis Robert Farlin öz məqaləsində qeyd edib. O bildirib ki, Rusiya üçün xərclər gözləntiləri xeyli üstələyib. Ukraynanın geniş miqyaslı işğalı Rusiya üçün uzunmüddətli məna kəsb etmirdi. Sanksiyalarsa Rusiya iqtisadiyyatını deformasiyaya uğratdı. Heç bir ağlı başında olan lider gətirəcəyi xərclərin tam fərqinə vararaq müharibəyə başlamazdı. Bəs Putin bu itkilərə baxmayaraq niyə müharibəni davam etdirmək qərarına gəldi? Qısa cavab budur ki, müharibə Rusiyaya böyük itkilər versə də, onun davam etdirilməsi ilə bağlı gözlənilən xərclər Putinin sülh əldə etmək üçün gözlədiyi xərclərdən çox deyil. Rusiya çox böyük miqdarda ilkin xərc çəkdi və təkcə Ukraynanı deyil, həm də Avropa və Asiyanın geniş ərazilərini həmişəlik özgəninkiləşdirdi. Bir neçə Yaxın Şərq və Cənubi Asiya ölkəsi 29 martda İslamabadda keçirilən Xarici İşlər Nazirlərinin görüşündən əvvəl Hörmüz boğazının yenidən açılması ilə bağlı Vaşinqtona təkliflər təqdim edib. Axar TV xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Məlumata görə təkliflərə Süveyş kanalına bənzər şəkildə boğazdan keçid üçün ödəniş sistemi daxil olub. Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını idarə etmək üçün konsorsium yaradılması məsələsini nəzərdən keçirib. Bu məsələ müvafiq olaraq Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətləri ilə müzakirə edilib.